Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kənd təsərrüfatı və ərzaq məhsullarının bayram satışı yarmarkası keçirilib. Rayonda süni qiymət artımının qarşısının alınması məqsədi ilə Göyçay şəhərinin mərkəzi küçəsində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən daha aşağı olan müxtəlif ərzaq malları, un, quş əti, yumurta, pendir, şirniyyat, meyvə şirələri, makaron, geyim əşyaları, balıq və digər məhsullar təqdim ediblər. Həmçinin 150-yə yaxın kənd təsərrüfatı məhsulu istehsalçısı özünün yetişdirdiyi meyvə, tərəvəz və süd məhsullarını, mal və qoyun ətini, bal və bostan məhsullarını, göyərti, süd, qatıq, meyvə şirəsi, yumurta, toyuq və digər qida məhsullarını yarmarkaya çıxarıb. Yarmarkanın təşkilində əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkan yaradılmasıdır. Rayon sakinləri də Novruz bayramı ərəfəsində keçirilən bu yarmarkanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Göy mən alıram bu bazarda 15-20 qəpik, burada 10 köpük. Göyün dəstəsi. Sonra orada alıram 60 qəpik, burada 50 qəpik, 45 qəpik. Qiymətlərində fərq var. Yarmarkada sakinlərin alıcılıq qabiliyyəti yüksək olub. Kəndli fermerlər yetişdirdikləri məhsulu rahat şəkildə satmaları üçün yarmarkada hər cür şərait yaradıldığını bildiriblər. Bazardan burada fərq 20 qəpik, 15 qəpik ucuzuna. 50 qəpiyə satırıq soğanı. Bazarda bu soğanda 60-70 qəpikdir qardaş. Burada 50 qəpiyə satırıq. Yaxşıdır. Göyçaylılar artıq 2 aydır ki, ənənəvi olaraq bayram öncəsi məhsul yarmarkasının təşkilindən razılıq ediblər. Ən azı bir manat fərq eləyir hər malda. Bazarla burada fərq. Yəni yarmarkada ucuzluq yaranıb. Ucuzluqdur. Qiymətlər neçədir? Qardaş, bazarda bu 14-15 qozun ləpəsi, mən verirəm bunu 12 manata. Fındığın ləpəsi 13 manatdır, mən verirəm 11 manata. Yəni bu fərqlər çoxdur da, yəni. Çox böyük fərq. Qoz məsələsini 5 manatdır, mən verirəm 3.50-yə. Yəni çarşılıq cəmaata, xalqa xidmət eləyək. İndi bizə bu yarmarkanı yaradıblar, bizə çarşılıq şey, yəni doğruluq da hər şey. Yəni xalqa, yəni qulluq eləyək bizdə. Bayram yarmarkasında satışa 1 ton mal əti, 1 ton yarım qoyun əti, 3 ton yarım meyvə, 3 ton tərəvəz və bostan məhsulları çıxarılıb. Yarmarkada alıcılara çəkisi 50 kiloqram olan 1 kisə un 21 manata, 1 ədəd yumurta 12 qəpiyə, ev quşları 3 manat 50 qəpiyə, 1 kiloqram mal əti 5 manata, 1 kiloqram qoyun əti 6 manata, 1 kiloqram balıq 2-4 manat arası müştərilərə təqdim edilib. Yarmarkada qiymətlər bazarla müqayisədə 30% ucuz olub. Qeyd edək ki, Göyçayda süni qiymət artımının qarşısının alınması üçün təşkil edilən məhsul yarmarkasına Yevlaxdan un, Qəbələdən qoz və fındıq, Qubadan alma, Salyandan balıq, Bərdədən soğan və yer kökü gətirilib. Gültəkin Əliyev, Rəşid Rəşidov, Dünya TV.